Daxili orqanlardan hər hansı bir kiçik rahatsızlığınız olsa, mütləq həkimə müraciət edin. Bəzən müraciət edən xəstələr var, məsələn, kosmetoloji prosedura gəlib, soruşanda, məsələn, soruşmalıyıq biz, qan durucu içirsinizmi, təzyiqiniz varmı, şəkəriniz varmı, şəkərli diabet xəstəliyi və yaxud qəbizliyiniz varmı? Yəni, soruşanda bunların baxsan ki, hə, doktor, mədəmdə 3 ildir olur, turşuluq olur, bəzən qıcqırma olur, bəzən bu olur, turş yeyəndə bu olur, şokolad yeyəndə üzümdə səpki olur, bəzən var, amma heç həkimə müraciət etməyiblər. Yəni, mütləq şəkildə və bunu bir xırda rahatsızlıq kimi qəbul etməyin. Bunların hər biri varsa, hansısa biri varsa, mütləq şəkildə həkimə müraciət edin vaxtında. Bu, o artıq sağlam orqanizm deməkdir. Sağlam orqanizm varsa, artıq dərinizdə də bir patologiya hiss edirsinizsə, yəni və yaxud patologiya deyil, sadəcə fizioloji olaraq yaşla bağlı düşmələr, ən çox istəyən pasiyentlər, gələn pasiyentlərin 90%-i istər 25 yaş, istər 60 yaş, doktor lifting olsun, düşməsin. Yəni bunu istəyirlər. Ən çox mən təcrübəmdən bunu görürəm. Varsa mütləq şəkildə kollagen sintezi zəifləyir. Bəzən bir tərəfi yatmaq üzümüzdə bir tərəfdə asimetriya yarada bilər. Bəzən dişlərin çəkilib uzun müddət olmaması hər biri rol oynayır. Ona görə bunlar varsa mütləq şəkildə vaxtında müraciət edin və həkim, kosmetoloqa müraciət edin və həkim sizin üzünüzə olan uyğun proseduru. Çünki biraz azalıb son vaxtlar. Bəlkə də mənim səhifəmdə azalıb. Çünki mən o pasiyentlərə elə cavab verirdim ki, hər zaman ki, gəlin biz baxaq. Bir preparat atırdılar ki, bunu bacım elədi, filan kəs elədi, yaxşı nəticə oldu, biz də edəkmi? Artıq deyərdim ki, son bir ildə xeyli azalıbdır bu. Çünki mən pasiyentlərin Bakıda tanıyırlar, maarifləndirici məlumat çox verirəm ki, bunu biz tətbiq edək, biz təyin edək. Məsuliyyətini biz daşıyaq. Bəli, məsuliyyəti biz daşıyaq, biz tətbiq edək və orada zaten biz seçim arasına qalanda, məsələn, lifting verən biorevitalizasiya. Pasiyentlərə mən deyirəm, 100 manatdan məsələn, 350 manata qədər bu tipdə biorevitalizasiya var. Bəli, sizin maddi durumunuzu nəzərə alacağıq. Amma onu biz bilək ki, sizə lifting verən lazımdır. Biz bilək ki, sizə bəzən olur ki, pi kütləsi burada, brilyalarda üzdə deyir lifting verir. Bizim lifting verən biorevitalizasiyamız sizin bu pi kütlənizi qaldırmağa gücü çatmayacaq. Axı biz estetik əməliyyatı etmirik burada. Ona görə də birinci bunu aradan götürək, xanım, sonra ona keçək. Bəlkə də bunu aradan götürəndən sonra sizin dərinizdə elə bir disbalans yaranacaq ki, artıq siz onu heç kompleks etməyəcəksiniz, sizi narahat etməyəcək.